Business.azın değerli dostları, değerli müşteriler. Norwegian Aqua gemisindeyik. Deməli, gəmiyə müştərilər üçün bir tek giriş var. 6-cı mərtəbədə bu. Girən kimi hemen sol tarafınızda sizi kazino karşılayır. Yani hoş gelmişsiniz gemiyə. Və təqibində də həmin hold bir yerdir, atriumdur. Atrium ise belə bir çok güzel bir giriştir. Ve 6-cı mərtəbədə neler var? Evvela akşam bu mekanda bardır. Təqibində kazino. Kazinoların bir xüsusiyyətini not edeyim sizin üçün. Deməli, şəhərlərdə, ümumiyyətlə gəmilərdə qayda necədir? Şəhərlərdə dayandığı vaxt kazino işləməz. Yəni kazino, sonra gəmi daxilindəki mağazalar, shopping mərkəzləri, bunlar işləməzdir. Bu bir tərəfdən həm şəhərlər, ölkələrlə olan razılaşmaya əsasən ki, müştəri burada dayandığında sərnişinlər gəmidən düşüb həyatı deməli, gəmidə davam eləsə də şəhərlərdə davam eləsinlər. Bu şəkildə kazino hələ bura qədər davam edir. Hemen sol tarafında IP Improv adında bir klubdur və bu klubda geceleri, akşamları kifayət qədər əyləncəli musiqilər və yenə bir bar, oturma yerləri, belə bir maraqlı bir klubdur. Biz 6. mərtəbədəyik. Gəmidə 3 ayrı yerdə liftlər var. Gəminin içinə diqqət edirsinizsə sadece personel için giriş çıkış olan yerde böyle müşteri olmasın. Böyle viski bar, Commodore, yani viski bar burasıdır. Gördüğünüz gibi akşam da burada eğlenmek isteyenler sırf viski heveskarları bütün de viskiler var ve takibinde şarap. Bu ise sırf şarap üzere olan ve sırf şarap tadmak isteyen konuklar için, müşteriler için. Gördüğünüz gibi burada kifayet kadar çok şarap var. Açılacak mı? Yaxşı bağlıdır. Çok farklı bir dizaynı var. Bak böyle yani 6. mərtəbədə dizayn da möhtəşəm. Burada bir başka deməli 6. mərtəbənin bu hissəsində olan mini restoranlardır. Good morning.
Hasuki restoranıdır və burada da deməli restoranda yerinizi ayırmaq üçün giriş hissəsində sizə kömək edirlər və bu tərəfdən girişi icazə verildi, girə bilərsiniz deyə. Üzr istəyirəm. Burada yeməklər hazırlanır və burada da müştərilərə qulluq olunur və servis olunur. Bu da bizim Hasuki restoranı. Geyimlə əlaqədar dress kodlar necədir? Bu arada bu restoranda bütün diğer restoranlar üçün rezervasiyalarınızı edə bilərsiniz. Yəni Hasuki üçün, Sukhothai üçün, Meksika mətbəxi Los Lobos üçün, Cagni Steakhouse üçün, Kalomar üçün, Le Bistro Fransız mətbəxi üçün və Mama restoranı üçün buradan yaxınlaşır. Oradakı əməkdaşlara yaxınlaşır. Hansı restoranda yemək yemək istədiyinizi, əgər bu şeydədirsə, yəni haqqınızdırsa, pulsuzdursa, belə deyək, ödədiyiniz paketin daxilindədirsə, gəlirsiniz, əvəzən rezervasiyalarınızı edirsiniz ki, axşam rahat bir şəkildə gəlib unudulmaz axşam yeməyini keçirəsiniz, yiyəsiniz, əldə eləyəsiniz. Dediyim kimi, restoranların hər birinin deməli, teması fərqlidir. Rahat bir şəkildə hansı ürəyiniz yedirsə, Meksika mətbəxi, Fransız mətbəxi, balıq restoranı, sushi və s. onların hamısını gəlib belə sifariş edə bilərsiniz. Burada yuxarıda bir məqam gözümə ilişdi. Bu arada pek havalandırmadır, amma havalandırmaya verdikləri belə bir maraqlı bir renk qaması var. Thank you. Və digər restoranda komandor olaraq Commodore böyle bir mərtəbədə olan Good morning. Bu bir restoranda olan, yəni bir mərtəbədə olan diğer restoranlardan biridir. Və burada Can I ask you, can we have a breakfast also here, or it's only for the dinner? This breakfast is only for those who are having sweet. Oh, it's the hidden sweets. Oh, so, okay. Thank you very much. But what about the hidden sweets clients? They can have a breakfast also here, breakfast, lunch, dinner? Breakfast, lunch, dinner is in Cagnis and Heaven. Thank you very much. Have a great day. Bye-bye. Deməli, Heaven restoran, Heaven müştəriləri üçündür, yəni suitlər üçün. Heaven müştəriləri deyim mən sizə, deməli, Heaven olan bölgəyə digər müştərilər giriş edə bilmir. Amma deməli, Heaven müştərisi hər yerə girə bilər. Və bu restoran da sırf Heaven müştəriləri üçündür, suitləri müştəriləri üçün. Yəni, burada oturanların hamısı suit müştərisidir, belə deyil. Adi müştərilərdən burada yoxdur. Demək olar, hər kəsişmədə bir şəkil sanuzurlar yerləşir. Çok farklı
Burada isə bir məqamı daha balaca bir məqamdır, amma deməli qapını açmaq üçün kağızlardan istifadə edin deyir. Yəni əlinizi yaş vurmayın, açın və sonra çıxışınızı edin. Yəni çox balaca bir incə bir məqamdır. Norvegian Aqua'nın özündəki bu ən çox bəyəndiyim hissə nədir? Çox incə ayrıntılara yer veriblər. İstər otaq daxilində, dizaynda, interyerdə, istərsə də bu şəkil sanuzillərdə, hər tərəfdə həddindən artıq incəlik düşünülüb. Yəni, məsəl üçün, otaqlarda o komodların kənarlarına diqqət edirsən, ovaldır, yəni sərt deyil, harası dəyəndə incitməsin. Bu şəkil sanuzillərdə olan o incəlik ki, oraya balaca bir yazı yazmağı ki, tutacağı kağızdan tut və qapını aç, sonra da çıxışı həyata keçir. Belə 6-cı mərtəbə itibarilə 6-cı mərtəbənin bir hissəsi bu. Ən axıra qədər getdik və ana atriuma gəldik. Atriumun da təqibində Aqua Teatr'dır. Həddindən artıq gözəldir. Buranı göstərim sizə. Çox fərqli dizaynda bir məkan, bir künc. Baxın, çox gözəl bir aurası var. Bu arada axşam bu LED ekranın qarşısında yenə də canlı musiqi ifalar olur. Və gəldik Aqua Teatra. Aqua Teatra, hansı ki, deməli, məsələn, David Brown'un 8-12-də şey olacaq, deməli, stand-up olacaq və bu məkan həqiqi mənada çox gözəldir. Yəni, istənilən tip əyləncəni həyata keçirmək mümkündür burada. Həmən Aqua Teatr 3 mərtəbəni əhatə edir. 6, 7 və 8. Yəni, o hər bir mərtəbədən ora giriş imkanı var. Biz Aqua Teatrın arxa hissəsinə gəldik, düşdük. Axşam bu məkan da diskoteka idi. Bu səhnə hardan ki, istər tədbirlər, istər əyləncələr, şou proqramlar və s. Və bu da oturma zalları, yəni oturacaq yerləri. Bax belə 6-cı mərtəbə bundan ibarətdir.